Quran-ı Kərimə and içmək, bu məsələ biraz təfsilatlıdır. Əgər qəsd olsa ki, Allah Azə və Cəllənin kəlamı, məsələn, desən ki, Allah, yəni, Qurana and olsun, niyyətində tutsan, kəlam olaraq Quranı, ki, Allahın kəlamına and olsun, Allah Azə və Cəllənin kəlam Allahın sifətidir, and ismi olaraq. Amma nəzərdə tutsa mushafi, yəni kitabı, olmaz. Ona görə ərəb dilində də istifadə olunanda Quranla mushaf ayrı-ayrı işlənir. Məsələn, deyəndə ki, qaraqtul Quran, Quran oxudum. Deyilməz qaraqtul mushaf, mushaf oxudum. Amma deyilər, qaraqtul Qur'anə minəl mushaf, Quranı mushafdan oxudum. Yəni, əzbərdən yox. Yəni, ərəb dilində bəzən Quran ləfsi gəlir, bəzən mushaf. O zaman ki, əşya olaraq, yəni nəzərdə əşya tutulub işlənirsə, mushaf gəlir. Yəni, qaraqtu minəl mushaf, kitabdan oxudum, mushafdan. Ona görə deyilməz qaraqtu minəl Qur'an. Deyilər, qaraqtu minəl mushaf. Amma kəlam nəzərdə tutulsa, onda ləfs olaraq Quran işlənir. Məsələn, qaraqtul Qur'an. وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا və s. və ilə. Kitab nəzərdə tutaraq and ismi olmaz. Çünki kitab olaraq, yəni mushafdan söhbət gedir. Mushaf məxluqdur. Kağız var orada, mürəkkəb var və s. və ilə. Qur'an məxluq deyil. Allahın kəlamı olaraq.